Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər. Bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saatlıq əmək haqqı ilə bağlı qanun layihələrinin hazırlanması ilə bağlı işlərin aparıldığını bildirib. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, saatlıq əmək haqqı sisteminin bir sıra üstünlükləri mövcuddur. Bu model vətəndaşların overtime, yəni əsas iş saatlarının artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda bir neçə yerdə işləmə imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir. Yeni mexanizmin tətbiq olunması əmək haqqı aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq. Saatlıq əmək haqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əmək haqqlarında artımların reallaşmasına gətirib çıxara bilər. Eyni zamanda vətəndaşımız saatlar üzrə diferensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əmək haqqının artmasına gətirib çıxaran faktorlardan olacaq.